Bir çox abituriyent kimi mənim də bu hədəfim idi və düşünürəm ki, böyük zəhmət və disiplin tələb eləyir. Buraxılış imtahanında maksimum bal toplamaq hər bir şagirddən böyük zəhmət və əziyyət tələb eləyir və bununla bağlı təcrübəmdə onu müşahidə edə bildim ki, əziyyət çəkdikdə və özünə inandıqda hər bir şagird bunu bacarır. Bu çox böyük bir qürur hissidir. Yəni bir çox abituriyentdə olduğu kimi mənim də uşaq yaşlarından bəri ən böyük arzum 300 bal olub. Məncə mən vaxtımı düzgün ayıra bilirdim və həm istirahətimə, həm də dərslərimə kifayət qədər vaxt ayırırdım. Gün ərzində vaxtımı düzgün bölüşməklə və sistemli olaraq dərslərimi proqramlı şəkildə oxumaqla bunu vaxtımı düzgün bölüşdürə bilmişəm. İmtahana hazırlığın əsasında əlbəttə ki, çalışqanlıq durur, amma mən deməzdim ki, bütün gün oxuyurdum. Çünki insan gərək arada istirahətə də vaxt ayırsın ki, beyin yüklənməsin. Xüsusilə optika ağzının sınaqlarında mütəmadi olaraq iştirak etmişəm. Bəzi sınaq imtahanlarında mütəmadi olaraq iştirak edirdim. Əsasən də OTK AZ tərəfindən keçirilən sınaqlarda iştirak edib yüksək nəticə əldə edirdim. Bəli, sınaq imtahanlarında bir neçə dəfə iştirak etmişəm, yenə iştirak etməyi düşünürəm. DİM-in toplu və 20 sınaq kitabları. Əsas olaraq mən tövsiyə edirdim ki, DİM-in abituriyentlər üçün olan test toplularından istifadə edəsinlər şagirdlər və bundan əlavə də digər dərs vəsaitlərdən, mənbələrdən təbii ki, qayda və sair oxumaq üçün istifadə etmək olar. Başlıca resurs elə DİM-in öz nəşr etdiyi test toplularıdır ki, ən yaxşı vəsait məncə elə onlardır. Kompüter elmləri ixtisası üzrə, çünki bu sahəyə uşaqdan marağım olub və düşünürəm ki, ən qabaqcıl sahələrdən biridir. Mən kompüter elmləri IT ixtisası üzrə və mən düşünürəm ki, həm hal-hazırki dövrdə, həm də növbəti illərdə inkişaf edəcək bir sahə olacaq. Ona görə həmin ixtisası seçdim. Elə tibb, müalicə işi ixtisası uşaq yaşlarından bəri həm özümün, həm ailəmin, sevdiklərimin arzusu olub ki, gələcəkdə həkim olub. Abituriyentlərə tövsiyəm budur ki, özlərinə hədəf qoysunlar, disiplinli olsunlar və bilsinlər ki, Allah əziyyətlərini yerdə qoymayacaq. Mən onlara tövsiyə edərdim ki, hər bir şagird öz üzərində sistemli olaraq çox çalışsın və özünə inansın. Məsləhətim o olardı ki, hər şeyi düzgün vaxtında yerinə yetirsinlər, özlərini çox yormasınlar, amma əziyyət çəkməkdən də geri qalmasınlar.